Salam əziz dostlar. Bugün ayın 4-ü iyun 2026-cı il. Həqiqətən də bir müqəddəs, mən deyərdim ki, məkandayam. Nə məkandır bura? Bura İstanbul Universitetinin hal-hazırda həyətindəyəm. Və gəzirəm, görürəm, tələbələrə baxıram. Həddindən artıq tələbələrə burada çox böyük İstanbul Universitetində böyük diqqət və qayğı göstərilir. Mən professor, doktor İlhanana öz təşəkkürümü bildirirəm. Hüquq fakültəsinin burada kafedra müdürüdür. Məni dəvət edib və mən də gəlmişəm. Çox gözəl universitetdir, həddindən artıq. Tələbələrə baxıram, oturublar hər bir ağacın altında, dərslik oxuyurlar, kitab oxuyurlar, istirahət edirlər. Gözəl. Bəli, bizim gənclərimizlə də, Azərbaycan gənclərimizlə də biz daima fəxr edirik. İstanbul Üniversitesi'nin hal-hazırda içində. Bir daha da İstanbul Üniversitesi'ndə dostlarımı salamlayıram. İndiyənə qədər olmuş İstanbul Üniversitetində rektorların fotolarıdır. Çox böyük universitetdir, həddindən artıq. Hal-hazırda rektorun yanından çıxdım. Bir daha da salamlayıram dostlar İstanbul Üniversitesi'ndə. Mən də bu tədbirə qatıldım. İstanbul Üniversitesi'ndə. Bəli, əziz dostlar, həddindən artıq çox gözəl, möhtəşəm bir universitetdir. İstanbul Dövlət Universitetidir. Rektorla da görüşdük. Çox gözəl, isti münasibətimiz oldu. Bəli, təbii ki, mən hər zaman söyləmişəm ki, mən Azərbaycanlıyam. Mən Azərbaycanlı olmağımla da hər zaman fəxr edirəm. Eşq olsun Azərbaycan dövlətinə.